Salam değerli şagirdlər. Bildiyimiz kimi bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda Azərbaycan dili 1-ci sinif suallarını izah edəcəm. Videoya keçmədən öncə kanala abunə olmanızı və videonu bəyənmənizi xahiş edirəm. İndi isə vaxt itirmədən birbaşa variantlar üzərindən izah edeyim ki, tez yoxlayasınız. Birinci mətndə yazmışdı ki, Günayın diqqətini cəlb etdi. Orada diqqət eləsəz, yuvanın boş olması. A variantı girişdə var idi. İkinci sualda hansı fikir səhvdir? Günay kəndi tez-tez gələrdi. Xeyr, tez-tez yox, çoxdandır gəlmirdi. 2-də B. 3-də hansı fikir qaranquşlara aiddir? Soyuq havalarda köçüb gedirlər. C variantı, bu onun babası demişdi. 4-də nöqtədən yenə uyğun gələn söz hansıdır? Ona görə də soyuqlar başlayanda uçub. Yəni, onlar uçub gediblər. Qaranquşlar. 4-də B. 5-də hadisələr harada baş verir? Girişdə yazmışdı ki, kənddə baş vermişdi. Ona görə də 5-də C variantı olacaq. 4-də B, 5-də C. 6-da şad olmaq sözünü hansı sözlə əvəz etmək olar? Bu sevinmək olar. A variantı. 7-də hansı şəklin adında yalnız ə saitlə istifadə olunur? B variantı. Əl sözündə bir dənə sait var. Ə. 8-də şeirdə vüsalın məqsəd nədir? Yazıb istədi yuva tikə, balaca toplanma. Toplan üçün yuva düzəltmək. 8-də A. 9-da hansı bənddə nöqtələr yerinə yazılmalı hərf səhv göstərilmişdi? Külək sözü Q-na yazılır. Yəni 9-da C variantı. 10-da hansı cümlədə kim sualına cavab verən söz işlənmişdi? Fəridə anasını çağırdı. Kim? Fəridə. Burada Fəridə kim sualına cavab verir? İnsandır. 11-də Aynur baxanda üzünə boya dəydiyini gördü. Yəni güzgüyə baxanda hər halda üzünə boya dəydiyini görə bilər. Məntiq olaraq güzgü, yəni doğru variantdır. 11-də B. Deməli, 10-da A, 11-də B. Gəldik 12-yə. Hansı cümlədə fərqli rəngdə olan söz böyük hərflə yazılmalıdır? Mərcan adlı pişik var. Yəni pişiyin adı Mərcancısa bu artıq belə deyim də ad qoyulub. Yəni böyüklə yazılır. Keçdik. Uşaqlar nərdivana çıxdılar, budağa ilişmiş topu götürdülər. Burada hərəkət dediyimiz, yəni feildir də, hərəkət, feil. Ona görə burada C variantına baxırıq. Çıxdılar və götürdülər. Nə etdilər, nə etdilər. 14-də şeirdə nədən bəhs olunur? Burada diqqət eləsək, yazıb ki, yaydır, yenə nə vaxtdır? Hava yaman quraqdır. Yəni C variantı daha məntiqlidir, yayda quraqlıq var. 15-ci sualda da hansı cümlə şəkli izah edir? Yazıb ki, daha doğrusu şəkildə göstərilir ki, qız əlində dipçək gülləri soluyur. Ona görə qız çiçəkləri, daha doğrusu qızın əlində su çiləyən var. Yəni bu gülləri soluyur da, belə deyim. Ona görə də B variantı daha məntiqlidir də. Yəni gülləri, çiçəkləri sulamaq. 15-də B. Belə. Diqqətinizə görə təşəkkür edirəm.